Ya Allah, ya Allah, ya Allah. İlahi, əllərimizi naumid qaytarma. Bu orucluq bizə axırıncı orucluq qərar vermə. Bu ayın feyzindən, Qədr gecəsinin feyzindən bizi binəsib eləmə. İlahi, bizi bundan artıq bir-birimizə mehriban elə. Bizi şeytan, nəfs-i əmmara şərrindən hifz elə. Bütün xəstələrə, nəzərdə olan xəstələrə şifaya acil mərhəmət elə. Ölənlərimizi qəriq rəhmət elə. Şəhidlərimizi Kərbəla şəhidləri ilə məşhur elə. Əsirlikdə olanları öz qüdrətli əlündən azad elə. Yaralı qazilərimizə tezliklə şifa mərhəmət elə. Verdiyin ruzunu istədiyin yerə, məsləhət bildiyin yerə sərf eləməyi bizə nəsib elə. Bu xalqa, bu millətə, dini və İslama xidmət eləmək nemətin bizim əlimizdən alma. Ramazan ayının hər saniyəsinin, hər anının feyzindən bizi binəsib eləmə. Canan verirəm bu ayın şəhidi Əli ibn Əbi Talib hörmətinə bizi bu ayın bağışlananlarından qərar ver.